Gözəl qonaqlarımız, möhtərəm bəylər, gözəl xanımlar, şirinlər, şəkərlər. Hər birinizi salamlayırıq bu gözəl vətənimizin gözəl bayramında. Bugün bildiyiniz kimi İlaxır çərşənbəsi qeyd olunur. Tonqalımız da burada, əllərinizə sağlıq. Belə gözəlcə yanır. Biz hər birinizi təbrik edirik və bugün bizə dəstək olan hər kəsə təşəkkür edirik. Başda Anjela xanım, Gülnarə xanım, bizim bəylərimiz, bu tonqalı düzəldənlər, hər biriniz, Sultana, təşəkkür edirik hər birinizə. Bayramınız mübarək olsun. Neçə bayramlara, neçə gözəl-gözəl illərə çataq hər birimiz. Mən təklif edirəm ki, gəlin bütün bayramları bax beləcə birgə keçirdək, mehriban olaq, can deyə can eşidək. Allah hər birinizin ailəsinə ruzu bərəkət, məhəbbət, evladlarınıza, özünüzə xoş günlər nəsib eləsin. Bir ürəkdən alqışlayaq özümüzü, bayramımız mübarək olsun. Və bu gözəl gündə inşallah gözəl musiqili qonaqlarımız var, birazdan gələcəklər. İstədik bugün sizlə fərqli bir bayram şənliyi keçirək və mən ilk sözü verəcəm Sultanaya. Sultana sizləri təbrik eləsin, gözəl musiqilərlə. Amma çox xahiş edirəm, hamımız rəqs edirik, hamımız bu gözəl gecəni, bu gözəl günü belə necə lazımdır elə keçirdirik. Çünki bugün bizim bayramımızdır, həm də özəl bayramımızdır. Deməli 44 günlük Vətən müharibəsindən sonra artıq qələbə çaldıq biz, düzdürmü? Amma dillər əzbəri olan Ali Baş Komandanımızın bir sözü var idi. Hamının dillər əzbəri idi. Neydi o söz? Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Ne oldu Paşinyan gelsin mi? Cehennem oldu Paşinyan. O zaman alkış gelsin. Gelsin. Bu alkış bilirsiniz kimin içindir? Bu alkış Noldu Paşinyan mahnısının ifaçısı. Benim duet ortağım, illərdir dostum, əzizim, Oruc Amin. Bugün çox təşəkkür edirəm, mənim dəvətimi qəbul edib, sizin, necə deyərlər, huzurunuzda bu mahnını ifa edəcək. Alqışlayaq mı Oruc Amini? Nə oldu Paşinyan? Bəs Cəbrayıl'a yolu çəkirdi. Gəl Oruc. Alqış zəifdir deyə Oruc Amin gəlmir. Hoş geldin. Tamam, akşamınız xeyir olsun, bayramınız mübarək olsun. Neçə belə bayramlara inşallah bir yerdə çıxaq. Hər zaman xoş günlərdə bir yerdə olaq. Ne oldu başında? Yol çekildi Cəbrayıl'a. Rəqs edirdi. Ne oldu başında? Cəhənnəmə getdi istab. Yora getdi istab. Qarabağı sənlə üzlər istəyirdim. Hava torpağımızı mən istəyirdim. Verməyəcəm deyirdim. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Ne oldu Paşinyan, ne oldu Paşinyan? Ay bəstəyirdim, vermirəm torpaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Bizim vətənə bağlı olar canımız. Bir dənə bir Azərbaycanımız. Əzdi başlı cənab komandanımız. Ne oldu Paşinyan, ne oldu Paşinyan?
Dünyayı bəstirdim, vermirəm torpaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Kaçtı gitti erməni alçaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Ne oldu Paşinyan? Taban tanıma, tanıma, tanıma. Gel yanıma, 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 yanıma. Al beni kollarına, kollarına, kollarına. Gel duyma taban tanıma, tanıma, tanıma. Gözlerimin rengine, bir telefon sevgine ihtiyacım var. Yoktu hasretin yeri, her şey yandı geri darkına bey. Gözlerimin rengine, bir telefon sevgine ihtiyacım var. Yoktu hasretin yeri, her şey yandı geri darkına bey. Aşıkım o gözlerine, ellerinin izlerine, senin o şirin sözlerine vurulmuşam, vurulmuşam. Senin o şirin sözlerine vurulmuşam, vurulmuşam. Gel gaydan uçanlara, apar beni uzaklara. Al sözüne Oradan nerede karşınızda ne var? Nerede karşınızda? oradan nasıl? Seninle kuşmak geçiren benim. Gel benim canım benim canım benim. Gitme benden uzaklara canım benim. Al bu hasta gönlüme dermanım benim. Seninle kuşmak geçiren benim. Gel benim canım benim canım benim. Tutuşak, давай. Azdı, adam azdı, gelin da. Gel yüreğim, gel. Gel, elini ver bana. Siz el ele tutun. Tutun el ele. Давай. Давай. Gel de bu boş gel. Ne zayıf yedi size. Gel nimetin dostunda, dostunda. Gel gel. Gel gel babuş tut kızı. Elinden tut ben de çekeyim de.